Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistim. Son günlər bu psixoloji seanslarda daha çox verilən suallar və yaxud bəzi mövzular var. Bunlardan biri qarşı tərəfi küçümsəmək. Maddi imkan tərəfdən yaxud fiziki güc tərəfdən küçümsəməkdən təbii ki, söhbət gedir də. Bəzən elə bir vəziyyət yaranır ki, məsələn, iki şəxsin münasibətləri var kasıb vaxtlarından və birinin imkanı qalxıb, birinin imkanı düşdüyü yaxud standart aşağı səviyyədə qaldığı təqdirdə bir-birlərinin aralarında bağlantı istəmsizcə də olsa ya zəiflir, ya kəskinlə bitir. Bu da nə ilə bağlıdır? Heç zaman varlı kasıb münasibətinin %100% açıq və səmimi net olmayıb. Aralarında bəzən yalan da olur, bəzən nifrətlə bağışlı olur. Niyə onda oldu, bunda yox? Ona görə hər zaman münasibət quran zaman təbəqələşmə faktoru deyilən bir şey var da.